Manipulyasiyaya uğradığınızı göstərən 5 əlamət. Birinci əlamət sizi daim günahkar hiss elətdirirlər. Hansı situasiya olursa olsun daim günahkar tərəfi sizsiniz və başqa bir hal ola bilməzmiş kimi görünür. İkinci əlamət siz onlara sərhəd qoyanda inciyirlər. Bunu özlərinə qarşı bir təhqirmiş kimi qəbul edirlər və sizin sərhədlərinizə heç bir şəkildə hörmət göstərmirlər. Üçüncü əlamət dedikləri sözləri dəyişirlər. Əslində daha öncə dediyi sözdən siz əmin olsanız da elə bir şərait yaradırlar ki, siz özünüzdən şübhəyə düşürsünüz. Dördüncü əlamət qarışıq və yorucu bir ünsiyyət qururlar. Kənardan baxıldığı zaman sanki çox ağıllı, çox möhtəşəm danışırmış kimi görünür, amma situasiyanın içindən girdiyimizdə, ünsiyyətə baxdığımızda ünsiyyət olduqca yorucu olur. Beşinci əlamət sizə borcluymuşsunuz kimi davranırlar. Hər hansı bir hərəkətdə, hər hansı bir davranışda onsuz da sən bunu eləməliydin, bu sənin vəzifəndir, bu sənin borcundur, burada böyləcə bir şey yoxdur kimi ifadələr işlədirlər. Bu əlamətlər tək başına bir nəticə deyil, sadəcə diqqət olunmalı olan siqnallardır. Burada əsas məsələ kimisə ittiham etmək deyil, öz sərhədlərimizi dərk edib, öz sərhədlərimizi qoruya bilməkdir. Və nə olursa olsun, çox kiçik kriteriyalara görə dəqiq diaqnoz qoymaq olmaz.